Herkese salam, düz xətli bərabər tezliklə hərəkətdən cisim 2-ci saniyənin sonunda sürəti 15, 5-ci saniyənin sonunda sürəti 6 olmuşdur. Bu cismin təcilini hesablayın. A bərabərdir V minus V0 bölünsün T. Təcilinin modulunu bizə bildirir və 6 çıxılsın 18, 5 çıxılsın 2. Bu da eləyir -12 bölünsün 3. 4 metr bölü saniyənin kvadratı. İki cisim radiusu 60 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 12 metr bölü saniyə sürətlə K nöqtəsindən keçən anda, ikinci cisim 8 metr bölü saniyə sürətlə M nöqtəsindən keçir. Bu cisimlər ilk dəfə nə qədər vaxtda görüşdüyünü hesablayın. Deməli, V bərabərdir, yazıram, 2 pi r bölünsün T-yə. T-ni tapsam, 2 pi r bölünsün V yazıram və T1 üçün yazsam 2 vurulsun 3 vurulsun 60 bölünsün 12. Bu da edir 30 saniye. T2 üçün yazsam 2 vurulsun 3 vurulsun 60 bölünsün 8. Bu da olacaq 45 saniye. Deməli, bir cismin periodu 30 oldu, digər cismin periodu isə 45 oldu. Bu şəkildə bölücü sayına baxsaq, ilk dəfə 9 saniyə anında, sonrasında isə 27 saniyə anında görüşürlər. İlk dəfə soruşduğu üçün cavabımız olur 9. İkinci versiyada necə hesablamaq olar? İkinci halda, ikinci yol olaraq daha doğrusu desək, ilk başda hərəkətə başladıqları anda ümumi çevrənin uzunluğu L bərabərdir 2 pi r. Bu da 2 vur 3 vur r 60 360 metr. Hərəkətə başladıqları anda cisimlərin arasındakı bu qövsün uzunluğu olur 180 metr. Və T bərabərdir L qövsü, yəni 180 metr bölünsün. Qarşı-qarşıya gəldikləri üçün sürətləri toplayıram, yəni 12 plus 8. Bu da eləyir 180 bölünsün 20, bu da eləyir 9 saniyə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən L və K cisimlərinin uzaq sürətləri eynidir. K cisminin uzaq sürəti yazırıq ki 15'dir. V bərabərdir omega r. Bu da bərabərdir 15 vurulsun 3r. L cisminin xətti sürəti VL bərabərdir VK-ya. Bu da bərabərdir. Bizə K cisminin xətti sürətinin 15 olduğunu deyir. Deməli, 15 bərabərdir omega vurulsun 3r. Omega bərabərdir 15 bölünsün 3r. V bərabərdir omega vurulsun r. Bu da bərabərdir 3r'də 15 vurulsun r. Bu da eləyir 5 metr böl saniyə. B variantında verilib. 34-cü sualda cismə tətbiq olunan xətt boyunca 5, 6 və 9.3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicinin ən kiçik qiyməti. Ən kiçik qiyməti kiçikləri bir tərəfə yığırıq. Böyüyü də əks tərəfə. Bu zaman kiçik qiymət alır. 9 çıxılsın 6 ilə 5'in cəmi. Bu da eləyir 2 newton. Daha doğrusu səhv oldu. 6 ilə 5'in cəmindən 9'u çıxırıq. Bu da eləyir 2 newton. 35-ci sualda kütlələri 200 və 500 qram olan kibola kürəcik toqquşur. Qarşılıqlı təsir zamanı birinci cisim ikinciyə 8 newton qüvvə ilə təsir edir. Birinci kürəcik ikinci kürəcik tərəfindən təsir edən qüvvə təsir əks təsirə bərabərdir və elə 8 newton olur. 4 kiloqram kütləli cisim müəyyən hündürlükdən sərbəst düşür. Sərbəst düşürsə çəki 0'dır. Ağırlıq qüvvəsi isə m7. Bu da olur 40 newton. Doğru cavab A variantı. 37-ci sualda verilmiş kütləli iki manat nöqtə arasında qravitasiya qarşılıqlı təsir qüvvəsi onların arasındakı məsafədən asılı. J vurulsun M1 M2 böl R'in kvadratı məsafədən tərs mütənasib asılıdır. Cisim yer səthindən V0 sürətlə aşağı yuxarı atılmışdır. Yer səthindən 2V0 sürətlə atılarsa maksimal qalxma hündürlüyü Hmax bərabərdir V0'ın kvadratı bölü 2J. Hmax
başlanğıc sürətdən kvadratik asılıdır və 4 dəfə artır. 39-cu sualda sərbəst düşən 4-cü saniyənin sonunda getdiyi yolu hesabla. 4-cü saniyədə getdiyi yol. Bizdən 4-cü saniyədə dediyi üçün Sm bərabərdir J vurulsun 2m-1 bölü 2-dən istifadə edirik. 10 vurulsun 2 vur 4 minus 1 bölü 2. Bu da eləyir 35 metr. C variantı. Elastiki deformasiya olunmuş, verilmiş yayın sərtliyin onun uzların təsirinin qüvvənin qiymətindən, sərtlik qüvvənin qiymətindən asılı deyil, materialın növündən, en kəsik sayəsindən və başlanğıc uzunluğundan asılıdır. 20 Newton dartı qüvvəsinin təsiri altından sürətli hərəkətlənən 5 işlərin kütləcəsinin sürəti modulunun zamandan asılı qrafik verilib, sürtünmə qüvvəsinin moduluna hesablanır. F sürtünmə. Görürük ki, yavaşlayan hərəkət edir, demək ki, əvəzləyici də sürtünməyə tərəfdir. F əvəz bərabərdir, sürtünmə çıxılsın dartı. Dartı nə olur? Daha doğrusu sürtünmə nə olur? Əvəzləyici ilə dartının cəmi. Bu da olur MA, yəni 15 vurulsun neçə 4 plus 20. Bu da olacaq 60 plus 20 80 newton. Y variantı. 42-ci sualda çəkisiz yaydan asılmış 2 kg kütləli cismi şaquli aşağı istiqamət yönəlmiş F10 Newton qüvvənin təsiri ilə dartırlar və tarazlıq halında yayda yaranan elastiklik qüvvəsinin qiymətini hesablayın. Deməli, mg ağırlıq qüvvəsi şaquli aşağı yönəlir, F10 Newton o da aşağı yönəlir, elastiklik isə bunların əksinə yönəlir. F elastiklik bərabərdir F plus mg. Bu da 10 plus 20, 30 Newton olmuş olur. Y variantında var. 43-cü sualda şaquli aşağı istiqamətdə 2 metr sürətlə bərabər sürətlə gedən liftin döşməsinə cismin çəkisi 60 Newtondur. Kütləsini hesablayın. P bərabərdir mg, M bərabərdir P bölü G. 60 bölünsün 16 kiloqram. D variantı. Hansı yazıdan istifadə edərək çubuğun sərtliyini ölçmək olar? K bərabərdir F bölü X, dinamometr və xəttkeş. Uzanmayan çəkisiz ipdən asılan yüklər sabit təcillə şaquli yuxarı qaldırılır. T 30 olarsa F gərilmə qüvvəsinin modulunu hesablayın. Deməli, T gərilmə qüvvəsi ümumilikdə 5M dartır. Onun üçün T bərabərdir 5M çəkinin düsturu kimi J plus A. Və buradan M vurulsun J plus A-nı tapsaq, bu da olur T bölünsün 5, bu da eləyir 30 bölü 5, 6. F-i tapsaq 3M vurulsun J plus A. J plus A-nı tapdıq ki 6-dır və burada gətirib M vurulsun J plus A-nın yerinə 6 yazsam, olur 3 vurulsun 6, 18 Newton. D variantı. 46-cı sualda F qisətçilərini yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormuz müddətinin onun başlanğıc sürətinin asılılığı. T tormuz bərabərdir V0 bölünsün A-ya. Bu da düz mütənasib asılıdır. 47-ci sualda sıxılmış yayı bərkilmiş cismi üfüqi səthi üzərində sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönələr? Sıxılmış yaydırsa, demək ki, yay hansı tərəfə gedəcək? Sola tərəf. Və hərəkətə mane olan qüvvə sükunət sürtünmə qüvvəsidir. Bu da sağa tərəf yönələcək. D variantı. 48-ci sualda sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsinə asılılıq qrafikləri verilib. 1-2 üstünlüklərinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət var? Mü bərabərdir F sürtünmə bölünsün N. 1 və 2 eyni xətt üzərində və 0-dan başlayan xəttin üzərində olduğu üçün bərabərdir. 3 isə baxırıq 1 və 3-ün sürtünmələri eynidir, amma reaksiyası 3-də daha böyükdür. Ona görə 1 2-yə bərabərdir, 3 onlardan kiçikdir. 49-cu sualda 5 kg kütləli cismi 20 Newton qüvvənin təsiri sürətlə bərabər sürətlə hərəkət edir. Cismə təsir edən sürtünmə qüvvəsini və dayağın reaksiya qüvvəsini hesablayın. Sürətlə bərabər sürətlə hərəkət edirsə, dartı sürtünməyə bərabərdir və bu da edir 20 Newton.
və dayağın reaksiya qüvvəsi elə mg-yə bərabərdir. N bərabərdir mg, bu da eləyir 50 Newton. Doğru cavab olur D variantı. 50-ci sualda dayaqla birlikdə aşağı yuxarı yönəlmiş A təzyiqlə bərabər yeniləşən hərəkətdən M kütləsinin çəkisini hesablayın. P bərabərdir M vurulsun J plus A. 51-ci sual. Yer səthindən aşağı yuxarı atılmış cismin sürətinin modunu zamandan asılı qrafiki hansıdır? Aşağıdan yuxarı doğru atılırsa başlayıb xətti olaraq yavaşlayır. Müəyyən bir nöqtədən sonra 0 olur və təzədən yeyinləşir. Amma modul dediyi üçün xətt aşağıya keçmir, geriyə doğru qayıdır. A variantı doğru cavabdır. 52-ci sualda sərbəst düşmə təcili və ağırlıq qüvvəsi üçün uyğunluq. Vektorial cəmiyyətdə hər ikisi cismin kütləsindən asılı deyil. Sərbəst düşmə təcili cismin kütləsi ilə düz mütənasibdir. Ağırlıq qüvvəsi yer səthinə perpendikulyar yönəlir hər biri. 2, 3, 1, 4. B variantı. Açar sözlərdən uyğun ardıcıllıqla istifadə edin, mətni tamamlayın. Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən qüvvə nə olur? Əvəzləyici qüvvə. Cismin yer və ya başqa planetlər tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsi. Yerin cazibəsi nəticəsində cismin dayağı və askıya göstərdiyi təsir qüvvəsi çəki. Cismin deformasiya nəticəsində yerinə onu əvvəlki vəziyyətə qaytarmağa çalışan qüvvə elastiklik qüvvəsi. 4, 2, 3, 1. Günəş ətrafında orta sürəti 30 olan yerin 5 dəqiqə ərzində getdiyi yolu hesablayın. S bərabərdir 30 km/saniyə vurulsun 5 dəqiqəni də saniyəyə çevirirəm və nəticədə nə olur? 9000 kilometr. Üfüqi səthi üzərində hərəkətdən 15 Newton sürtünmə qüvvəsini təsir edir. Cisimlə səth arasındakı sürtünmə əmsalı. Deməli, sürtünmə qüvvəsi 15 Newton, səth arasındakı sürtünmə əmsalı 0,3-dürsə, reaksiya qüvvəsi bərabərdir. Sürtünmə bölünsün müyə. Bu da eləyir 15 bölü 0,3, 150 bölü 3, 50 Newton. Tarazlıq halında çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların səthləri üçün uyğunluğu müəyyən edin. Demək, M1 2 dənə M2-dir. Bura mən MG yazsam, bura olur 2MG. Və nə yazıram? K1X1 bərabərdir 2MG-yə. K2X2 bərabərdir MG-yə. Yuxarıda 2MG-də bu MG-nin yerinə K2X2 yazıram. Yəni K1X1 bərabərdir 2 dənə K2X2-yə. Bu da F elastiklik 1 bərabərdir 2 dənə F elastiklik 2-yə. Olur burada. Və eyni bu ifadədən, baxın bu ifadədən nə edirəm? X-ləri, K-ları ixtisar aparıram. Çünki mənə deyir ki, K-lar eynidir. K-ları ixtisar aparsam, X1 bərabərdir 2 dənə X2 olur. Bu da olur 5. 2 və 5. 57-də çəki, sürət, sıxlıq. Metr bölü saniyə sürətin vahididir. Kiloqram bölü metr kub sıxlıqdır. Qram bölü santimetr kub sıxlıqdır. Kilometr bölü dəqiqə sürətdir. Newtondakı çəkinin vahididir. 58-ci sualda elastik deformasiya olmuş yaydan kütləsi 3 kiloqram və 2 kg 2 cisim asılmışdır. Sistem tarazlıqdadır. Cisimləri bağlayan ip qırılanda yayın uzanması və sərtliyi necə dəyişər? Sərtlik cismin kütləsindən asılı deyil. Kütləsindən asılı deyil. K bərabərdir SY böl L0 düsturuna əsasən en kəsik sahəsində maddənin növündən və başlanğıc uzunluqdan asılır. Başlanğıc uzunluqdan asılır. Uzunluqdan asılıdır.
və uzanması kx bərabərdir mg'yə əsasən x bərabərdir mg böl k. Burada kütlə azaldığı üçün yayın darazlıq vəziyyətində yer dəyişməsi yəni x azalır. 59-da kütləsi 5 kg olan cismin üfüqi səthi üzərində tarazılıqdadır. Cismə şaquli istiqamətdə 20 Newton qüvvə təsir edir. Dayan reaksiya qüvvəsini hesablayın. 5 kg kütləli cisimdirsə, bunun ağırlığı mg bərabərdir 50-dir və 20 Newton qüvvə təsir edir. Dayağın reaksiya qüvvəsi. N reaksiya yuxarıdır. F plus N bərabərdir mg-yə. N bərabərdir mg çıxılsın F-ə. Bu da bərabərdir 50 çıxılsın 20 Newtondur. Bölür yekunda 30 Newton reaksiya. Üfüqi səthi üzərinə qoyulmuş 10 kg kütləli cisim sabit 5 Newton qüvvənin təsiri sürətlə bərabər sürətlə hərəkət edir. Qüvvənin təsiri kəsiləndən sonra ilk 8 saniyə ərzində bu cisimin sürətli modulun zamandan asılı qrafikini çəkin. Sürətlə bərabər sürətlə hərəkət etdiyi üçün 5 Newton qüvvə ilə sürtünmə qüvvəsinə bərabərdir. F sürtünmə bərabərdir mü mg-yə. Mü-nü tapsam, sürtünməni mg-yə bölürəm. Bu da 5 bölünsün 10 vurulsun 10. Bu da nə olur? Deməli 0,05. İndi T tormus bərabərdir V0 bölünsün mü-yə. Buradan V0'ı tapsam nə olur? Mü-j vurulsun T tormus. Mü 0,05 vurulsun 10 vurulsun T tormus 8. Burada ilk başta mən tapmalıyım ki T tormus nə qədər olub? Tormus müddəti 2 saniyə. 2 metr böl saniyə sürətlə sürətlə bərabər sürətlə hərəkət edir və qüvvənin təsiri kəsiləndən sonra 2 bölünsün 0,05 vurulsun 10. Bu da 2 bölünsün 0,5. Bu da 4 saniyə deməkdir. Demək ki, ilk 4 saniyədə bu cisim 2 sürəti ilə başlayıb yavaşmağa və növbəti 4 saniyədə də elə sükunət halında da qalmış olub. Belə. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti sahələrdə görüşənədək.